Salam hər kəsə, diqqətli olun. Bu günlərim qəbul tipli məsələ həll edirəm. Və məsələnin şərtini özünüz oxuyarsınız. Mən isə vaxt itirmədən məsələnin həllinə başlayıram. Mənə deyir ki, A şəhərindən gəl P şəhərinə və burada deyir ki, E şəhərindən keçmə, amma İl şəhərindən keç. Buna görə də mən El şəhərinə gələn yolları və çıxan yolları bağlayacağım. Başlayıram bağlamağa. El şəhərinə gələnləri bağladım. Bu şəkildə. Çıxanları da bağlayıram. Yəni bunları istifadə etməyəcəm. Sonra deyir ki, İl şəhərindən keç. Baxıram ki, bax burada J-nin bir qolu İ-dən keçir, amma bu qolu İ-dən keçmir. Ona görə bunu da bağlayıram. Axı keçənləri istəyir. K da keçmir İ-dən. Onda bu qolu da bağlayıram. K-la bağladıq. Daha sonra başlayıram hesablamağa. Deməli, neçə qolla yolla gəliləmsə, o qədər yolla da çıxmalıyam. A-dan 1-dən gəlirəm. 1. Bunu biraz azaldım. Aha. 1. B-yə neçə qol gəldi? 1 qol. 1 qol da çıxacaq. Bəs D-dən 1 qol gəlib, 1 qol da çıxacaq. C-yə 3 qol gəldi və 3 qol da çıxacaq. 1, 2, 3 topladıq. Toplayırıq, 3 qol çıxdı. Y-yə 4 qol. 4 qol da çıxmış olacaq. G-yə 1 qol gəldiyinə görə 1 qol da çıxmış olacaq. Artıq F-ə neçə qol gəldi? 8. 4, 3, 1. Elədi 8. 8 qol gəldi. J-dən 1 qol gəlir. J-yə və 1-i də çıxacaq. H-a I-dən gəlir. Buradan 9. I-yə 8. Bu da bir 9 qol gəldi. Və H-dan 13 qol çıxmış olacaq. Və İ-yə. İ-dən yenə 9 qol çıxmış olacaq. 9, 9, 22 qol. 22 və 22. Bizim cavabımız da A variantı. 22 yolumuz oldu. Bu qədər. Əlavə hər hansısa bir məsələdə, misalda çətinlik varsa, rəy bölməsinə bildirin. Mən o haqqında video çəkəcəm.